həqiqətən də müsəlmanlar əvvəlki qövmlərin, ümmətlərin yolunu gedəcəklər. Qarış və qarış izləyəcək. Hətta kərtənkələ bir deşiyə girsə, bunlar da gedib girəcəklər oraya. Yəni o mənada ki, geyimdə, keçimdə, yaşayışda, hər bir şeydə kitab əhlindən kafirlərə, bütpərəstlərə oxşamağa çalışacaqlar. Nəinki etiqadi əsaslarda, həm əxlaqi, həm dünyavi məsələlərdə. Dünya məsələlərdə. Məsələn, bu günləri həqiqətən də biz bunu izləyə bilərik ki, müsəlmanlar görürsən ki, hətta indi ibadət etməyəni hardasa başa düşmək olar. İbadət edən belə görürsən ki, evində yolka qoyur, yığır ailəsinə aparır, yolkanın ətrafında fırlanırlar, nə bilim, yolkanı bəzəyirlər və s. və yaxud da Novruz kimi atəşpərəstlərə aid olan bayramları qeyd etmək və istərim inşallah bilirsiniz ki, yəni artıq yeni il gəlir. Yəni bunu bu barədə qısa bir məlumat verir ki, müsəlman yəni özünü necə aparmalıdır? Bu bizim bayramdır yoxsa bizim bayramımız Ramazan, Qurban bayramıdır? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm müsəlmanların bayramını bəyan edib. Ona görə Mədinəyə gələndə görür ki, Mədinə əhli bayram edir, soruşur nədir? Deyirlər ki, yəni ki, bugün yəni Allah Taala Musanı xilas edib. Firavundan, ona görə bayram edir. Çünki Yahudilər həmin günü bayram edirdilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah Taala sizi ondan daha xeyirlisi ilə əvəz edib. Və bəzi rivayətlərdə gəlir ki, bayram günü olur. Bəzi şəhərlərdə gəlir ki, elə Novruz bayramı keçirir Mədinə. Peyğəmbər sallallahu əleyhi və səlləm görür onları, deyir ki, Allah Taala bundan daha xeyirli iki bayramla əvəz edib sizi. Qurban və Ramazan bayramı. Yəni orucluq bayramı və Qurban bayramı, hansı ki, həcdən sonra müsəlmanların bayramlarıdır, iki bayramıdır və müsəlmanın ondan başqa bayramı yoxdur. Belə ümumən müsəlman üçün hər gün bayramdır. Əgər yaşayırsa, Allah Taala'ya ibadət edə bilirsə, rahat nəfəs alıb verirsə, sağlamdırsa bayram da onun üçün. Cümə günü bayramdır müsəlmanlar üçün. O ki qaldı, yəni böyük bayram, müsəlmanların iki bayramı var. Ramazan bayramı, Qurban bayramı. Amma qaldı ki, yeni il bayramı və ya yolka bayramı, necə deyirlər. Yəni bu adətlər əslən xristianlar düzdür, keçirir onu. Lakin bu bayramların kökünə baxsaq, görərək ki, onların heç xristianlığın özü ilə də heç bir əlaqəsi yoxdur. Qatı xristianlar hansı ki, o didərdir, onlar bunu inkar edirlər. Qatı, məsəl üçün, Yehova şahidləri və s. hansı ki, onlar bu bayramı keçirmirlər.